Bugün sizə restoranlarda yediyiniz məşhur o waffle resepti ilə gəlmişəm. Amma ilk öncə çatışmayan ərzaqlar üçün yollanıram Walmart'a. 10-12 oktyabrda Walmart'da bənzərsiz indirim kampaniyasına start veriləcək. Beləliklə Kent qarğıdalı yağı 6,49 del 3,97, padişah düyü 2 kiloqram 8,79 del 5,97, vaj uraja şəkər tozu 9,69 del 7,97 qəpik olacaq. Həmsəvər 1 kiloqramlıq kərə yağı 21,99 del 13,97, tez 200 qramlıq çay 6,29 del 3,97 olacaq. Mandarin 1 manat 59, soğan 29, kartof 75 qəpik olacaq. Nar 1 manat 9, Milka şokolad yağı 8,99 qəpik olacaq. Sonda isə 29 manat üzəri alış-verişdə Ariel 1,5 kiloqram 12,49 del 4,99 qəpik olacaq. Kassaya yaxınlaşan zaman mütləq Oziya kəşbək kartınızı təqdim edin ki, 1,5% kəşbək əldə edəsiniz. Mən də alış-verişimi bitirib yollandım evə. Ərzaqları bir-bir əlavə etdikdən sonra mikser vasitəsilə yaxşıca qarışdırmağa başlayırıq. Onu da qeyd edim ki, əgər evinizdə waffle aparatı yoxdursa, heç üzülməyin. Sadə bildiyimiz tost aparatlarda da edə bilərsiniz. Hazırladığımız qarışımı isə əvvəlcədən isidilmiş və yağlanmış waffle aparatına əlavə edirik. Və gördüyünüz kimi 3-4 dəqiqə sonra yumuşaq, ağızda pambıq kimi dağılan bir wafflelar əldə edirik. Üzərini isə zövqə görə şokolad yağı, meyvələr, dondurma ilə bəzəyə bilərsiniz. Mənim wafflelarım hazırdır. Mütləq sınayın.